Ailə. Karyera. Ailə. Karyera. Ailə, sevdiyin insan, şipşirin balacalar. Yox. Sevdiyin iş, çoxlu pul, rahat həyat, karyera. Fariz, bu nədir? Belə gəlsə səhərə kimi buradayıq ki. Nə mən deyəni sən qəbul edirsən, nə də sən deyəni mən qəbul eləmirəm. Yox, Əli, sən nə danışırsan? Bizim səhərə kimi vaxtımız yox deyə, bizim sadəcə 30 dəqiqə vaxtımız var və biz bu qızıldan qiymətli vaxtımızı öz mübahisəmizə sərf edə bilmərik. Ən yaxşı biz elə indicə tamaşaçılarla salamlaşaq və efrimizə başlayaq. Sonra isə elə bu mövzunu qonaqlarımızla müzakirə edərik. Nə deyirsən? Elə isə, Mark başladı. Gənclər, yəqin ki, sizdə də belə hallar tez-tez baş verir. Dostlarınızla və yaxud ətrafınızdakı insanlarla karyera yoxsa ailə mövzusu ətrafında fikir ayrılıqları yaşayırsınız. Əli, mən əminəm ki, hər kəsin bu mövzu ətrafında nə vaxtsa kimləsə 100% mübahisəsi olub, inanmırsan. Belə də biraz fariz şübhələrim var. Şübhələrin olmasın, gəl sən Mark Pərvinin hazırladığı sorğunu izlə, gör gənclərimizin nə qədər bu mövzu ətrafında müxtəlif fikirləri var. Baxaq. İzləyək. Sən bugündən sonra qəti seçim eləməlisən. Ya mən, ya sən işin. Bu dəfə mövzumuz ailə və karyeradır. Elə bu suala da şəhər sakinlərinə müraciət etdik. Bəs görəsən onların seçimi nədir? İlk öncə ailə, yoxsa karyera? Ailə. Səbəb? Səbəb, ailə kimi gözəl bir şey yoxdur bu dünyada. Ailə vaxtında ağlı kəmala dolandan sonra karyera həmişə lazımdır. Ailə olandan sonra da olmamışdan qabaqdır. Mən deməzdim ki, sırf karyera üçün ailədən keçmək lazımdır. Amma karyeranı da itirməmək lazımdır. Müəyyən bir şans ələ düşübsə, onu dəyərləndirmək vacibdir, labuddur. İkisi də məncə ailədə karyeradır. Mən ikisini də eyni səviyyədə tuturam. Ailə də vacibdir, karyera da. İkisi də. Əlbəttə, birinci karyeradır. Ailə qurmaq asandır. Mənim fikrimcə karyera yaxşıdır, sonra ailə. Karyeranın olandan sonra ailə də olacaq. Karyeranın olmayandan sonra ailə qurmaq düzgün deyil. Kitabda karyeranı fikirləşirəm. Karyera mənim üçün əsas şərtlərdən biridir. Karyera olduqdan sonra öz şəxsi işim olacaq. Yəni özüm qazana biləcəm, yəni. Özümü təmin eləmək istəyirəm. Yəni əsas odur mənim üçün. Karyera sonra da qurmaq olar, ailə yaxlı vaxtında qurulmalıdır. Hər ikisinə daha üstünlük verərdim, amma yəqin ki, ailə daha üstün olardı mənim üçün. Ailə həyatı ilk növbədə birincilikdə olan, növbədə ki, ailədə xoşbəxtçilik olsun. Birinci ailə. Karyera sonra da qurmaq olar. Amma ailə hər zaman qurmaq olur. Ailə. Səbəb çünki karyera olmasa da ailəni dolandırmaq mümkündür. Karyera elədir ki, karyeranın axıra kimi qursan da belə yenə də xoşbəxt olmaq üçün bir ailən olmalıdır mütləq. Karyera mənim üçün öndə deyil. Hər ikisini paralel səviyyədə tutub ikisini də yoxlamaq lazım. Bəli, Pərvinin də sorğusunu izlədik. Oradan da bu mövzu ətrafında fikir ayrılıqları çoxdur. Mənə isə sən də maraqlandırır, Fariz. Niyə biz həmişə karyera və ailəni bir-birindən ayrı tuturuq? Məgər olmaz ki, onlar ikisi bir yerdə olsun? Əli, bilirsən necədir? Bu karyera və ailə ki var, çox qəliz məsələdir. Mən bu məsələni, bizə hansı məsələ bənzədirəm? İki qoçun başı bir qazanda qaynamaz. Ona görə də mən belə düşünürəm ki, karyera və ailəni yaxşı şəkildə yürütmək istəyirsənsə, mütləq birini digərinə bir qədər qurban verməlisən, yoxsa alınmır. Yox, Fariz, mən sənin bu fikrinlə heç razı ola bilməyəcəm. Məncə, vaxtında və düzgün verilmiş qərar həm ailənin, həm də karyeranın paralel şəkildə uğurlu alınmasına gətirib çıxarda bilər. Elə bugünkü qonaqlarımızda olduğu kimi ilk qonaqlarımızı dəvət eləmək istəyərdim. Onlar gənc ailədirlər, həmçinin bəstəkardılar. Ülviyə xanım Bəbirli Vəliyeva və onun həyat yoldaşı Bəbir Bəbirov. Bəli, həmçinin onlarla birlikdə bugün bu mövzu ətrafında bizə psixoloji məsləhətlər verəcək gənc psixoloq Lalə Həmidli. Buyurun. Salam, xoş gəlmişsiniz hər biriniz Magin studiyasına. Bildiyiniz kimi biz bugün həmişə aktuallığını qoruyan ailə və karyera mövzusunu müzakirə eləyəcəyik sizlərlə. Mən istəyərdim elə Bəbir və Ülviyə sizdən başlayaq. Necə oldu, tanış oldunuz, ilk tanışlığınızdan və ya sevib və ailə qurdunuz? Bizi də tanış eləyən əsas iş birliyimiz oldu.
işbirliyindən sonra qərara gəldik, ailə qurduq və karyeranı ailə də bir yerdə normal davam edir. İnşallah qarşıda danışarıq o barədə. Bəli, hər ikiniz bəstəkarsınız. Bəs hansı musiqi əsəri deyək, hansı bəstə sizi birləşdirdi? Hansı iş? Bilirsiniz, bizdə daha çox instrumental musiqi ruhumuz bizim bir-birimizə yaxındır. Yəni ki, onların üzərində iş görə, yəni ki, daha yaxın olduq. Başa düşdük ki, tək əldən səs çıxmaz. Bəs sevgi münasibəti necə yarandı ilk olaraq? Yəni ilk baxışdan aşıq oldunuz, yoxsa işləyə-işləyə tanıdıqca bir-birimizi başladınız sevgi yaranmağa və ilk olaraq o etiraf necə gəldi? Maraqlıdır bizə. O elə bir şeydir ki, insan risk eləmir. Ona görə heç yadda da qalmır ki, necə baş verdi, necə oldusa baş verdi. Bir mən Farizə sual ünvanladım ki, Fariz, görəsən niyə biz ailə və karyeranı bir-birindən ayırırıq? Sizcə niyə bu bir yerdə ikisini tutmaq olmur? Əslində, ailə və karyera tam fərqli anlayışlardır. Hərəsi ayrı-ayrı istiqamətdə, hərəsinə ayrı-ayrı bizdən ayrı-ayrı tələbatlarımızı əhatə edir. Biz işlə ailəni bir yerdə apara bilərik, amma karyera ilə ailəni bir yerdə aparmaq çox çətin bir məsələdir. Amma mümkünsüz deyil, belə deyək. Mümkünsüz deyil, amma çox çətin bir məsələdir. Bəli, mən elə az öncə biz Əli ilə mübahisə edərkən də söyləmişdim ki, əgər bu ikisini birlikdə yürütmək istəyirsə, mütləq birini digərinə keçməliyik bir qədər. Yəni, hər ikisi mükəmməl səviyyədə gedə bilmir. Ya ailə mehriban olması üçün karyeradan bir qədər geridə qoymalısan ki, diqqətini ailəyə yönəldəsən, ya da ki, ailəni ikinci plana atıb karyera ilə məşğul olmalısan ki, yüksələ biləsən. Çünki təsəvvür edin ki, biz 8 saat, 9 saat işləməklə karyera qura bilmərik. Bu mümkün deyil. Ona görə vacibdir ki, biz heç olmasa 12 saatımızı işimizə sərf eləməliyik ki, karyera qura bilək. 12 saatımızı əgər işə sərf eləyirsə, yerdə qalan istirahət və ailəmizə nə qədər vaxt ayıra biləcəyik, bu artıq çətin bir məsələdir. Əgər biz mükəmməl ailə və karyera deyəndə biz artıq işimizin uğruna, zirvəsinə çatmış sayılırıq. Karyera artıq bunu nəzərdə tuturuq. Adi bir işə gedib gəlmək bu karyera demək deyil. Yəni, karyera artıq biz bu sahədə tanınmış insanı, bu sahədə bizim uğurlarımız var, bu sahədə bizim hansı bir nailiyyətimiz var. Bunlar artıq karyera sayılır. Bu isə ailə ilə bir yerdə aparmaq mümkün deyil. Çünki biz ailəmizə vaxt ayıra bilmirik, diqqət ayıra bilmirik. Bu da hamısı nəyə gətirib çıxardır? Ailəmizdə müəyyən problemlərin yaranmasına. Yaxud da ailəmizə həddən çox diqqət ayırırıq. Bu zaman nə yaranır? Karyeramız alınmır, karyera qura bilmirik. Gənc vaxtı çox zaman insanlar iki yerə bölünür. Bəziləri yalnız ailə haqqında fikirləşir, digərləri isə karyera haqqında fikirləşir. Bəs maraqlıdır mənə, siz necə olmusunuz? Yəni, sırf karyeranız üzərində diqqətinizi cəmləndirmişsiniz, yoxsa sonradan dəyişmişsiniz, demişsiniz ki, yox, ailə daha vacibdir və ailə qurmaq lazımdır? Bizdə elədir ki, sənətlərimiz də eyni sənətdir. Yəni, həm ailə, həm karyera, ikisi də eyni, belə deyim də, eyni yerdə gedir. İkisi də eyni, paralel olaraq gedir. Yəni, bunun arasında elə bir xüsusi bir fərq də qoymamışıq ki, hansı daha irəli olsun, hansı daha geri olsun. İkisi də rahat gedir. Bəs evdə üstünlük, buyurun İlqə. Mən də bir fikrimi bildirmək istərdim. Çünki ola bilər bir fikir ayrılığıdır bu. Gərək karyeranı qurban vermək lazımdır. Biraz mən bundan tam razılaşa bilmirəm. Çünki əgər ailənin normal inkişafı üçün, səhərçi gün məsələn övladlar olanda onların istəklərini yerinə yetirmək üçün, normal gəlir əldə etmək üçün gərək normal karyera qurasan ki, ailə də möhkəm olsun. Çünki maddiyyat üzərində ailələr yeri gələndə dağıla da bilirlər. Belə problemlər həmişə çox olur və yaxud da söz-söhbətlər əmələ gələ bilər. Yəni ki, ailənin normal olması üçün, yəni valideynin övladının qarşısında başı aşağı olmaması üçün ki, uşaq nəsə istəyəndə onu ala bilsin onun üçün. Gərək ailə həyatı quran insanlar ola bilər sənətləri fərqli olsun. Yaxşı ki, bizim sənətlərimiz birdir, bizi bir yerdə görək. Fərqli sənətlər də olsa, hərəsi öz karyerasından. Mən demirəm, bir var insan işinin fanatı olur. Karyera fanatı olmaq o başqadır. Fanat olan insan hər şeydən qala bilir. Nəinki karyerada hər şeydə qala bilir. Deyirlər, hər güclü kişinin arxasında güclü xanım dayanır. Bu fikir razısan yoxsa yox? Düzdür. Bəs İlqə xanım siz desə? İlqə xanım özünü yetərincə güclü hesab edir. Mən özümü güclü hesab edirəm. Təbii ki, yanımda bəbir kimi yoldaşım olduğuna görə. Bu yaxınlarda bu sualı niyə verdim? Bu yaxınlarda belə bir yazı oxumuşdum ki, deyirlər, bu fikri absurd çıxardan bir yazı idi. Dedilər ki, əgər xanım kişinin arxasında gizlənirsə, bu artıq yalnız motivasiya rolunu verə bilər. Sizcə düzdür yoxsa yox? Əslində, qadın kişinin arxasında gizlənmir. Əgər kişi uğura çatırsa, bu onun gözəl bir xanımının, gözəl bir ailəsinin olduğu anlamına gəlir. Yəni, onun həmişə yanında olur, ona dəstək olur. Kişiyə hər hansı bir əhval-ruhiyyə düşkünlüyü olur. Yəni, motivasiya edici rol mu? Əlbəttə ki, yəni onun arxasında gizlənib, onun
gücündən istifadə etmir. Ona güc verir, ona stimul verir, ona motivasiya verir. Bu hal. Aha, bəs Lalə, mənə maraqlı, siz özünüz ailəlisinizmi, yoxsa sevdiyiniz şəxs varmı? Mən özüm nişanlıyam hal-hazırda, ailə qurmağa hazırım. Aha, bəs sizin sevgi hekayənizi də öyrənmək istərdim. Mən necə oldu sevgi etirafı sizə? Və kim tərəfindən? Tanış idinizmi, yoxsa birdən-bir oldu? Demək olar ki, uzaqdan uzağa tanışlığımız var idi, amma birinci özü yaxınlaşdı. Demək olar ki, təsadüfi bir halda yarandı bu. Aha, bəs cavabınız necə oldu? Yəni birbaşa dediniz ki, razıyam, yoxsa bir qədər onu yubandırdınız, dediniz ki, yox, naz elədik ona? Əslində ikimizin də bir-birimizə meyli var idi və yaşıma görə də naz eləmək məncə artıq. Və ki, o sizin işlərinizə qarşı, yəni məsəl üçün deyib ki, ailə qurandan sonra işləməyəcəksən, bax belə bu kimi fikirlər. Əslində ailə qurmamışdan və gərək bu məsələlər hamısı həll olunsun. Ondan sonra biz ailə qurmağa doğru addımlayaq. Ya biz ailəni seçirik, ya işi seçirik, ya da ikisini bir yerdə. Bizim bu haqda bir problemimiz olmayıb, çünki fikirlərimiz ortaqdır. Problemlərimiz olanda ortaq həll eləməyi bacarırıq. Bəs bir maraqlıdır mənə. Məsələn, Ülviyə ilə ailə həyatı qurmasaydın, başqa bir peşənin sahibi olan bir xanımla ailə qursaydın, ona işləməyə icazə verərdin? İşləmək lazımdır, hər bir insana lazımdır. Bəs necə baxırsan, elə kişilər var ki, cəmiyyətimizdə, məsələn, xanımla ailə qurandan sonra deyir ki, yox, işləməyəcəksən, mən çox qısqancam. Hər kəsin öz subyektiv fikri var da, yəni hər bir cür yanaşır. Elə insan var ki, qəbul eləmir işləməyə. Deyir, ancaq mən özüm işləyəcəm, ancaq mən də belə düşünürəm ki, evdə oturmaq da bir şeydir. İnsan nəsə bir işlə məşğul olmağı Peki, xanımın işlənməyi məncə vacib bir amillərdən biridir. Çünki övladını düzgün tərbiyə etmək üçün cəmiyyət içində olmalıdır, hər zaman aktiv həyatda olmalıdır. Yəni tam aktiv olmasa işə getməlidir, cəmiyyət içində olmalıdır, görüb götürməlidir ki, uşağına nəyisə öyrədə bilsin. Həm də işləyən xanımla işləməyən evdar xanımlar arasında psixoloji cəhətdən də səfərməsə fərqlər mövcuddur. Bu barədə istəyərdim. Əslində bir xanımın yaxud da bir bəyin işləməsi mütləq vacibdir. Qaldı ki, kişinin qadını işləməyə qoymamağı filan bəsməkən, bunlar kişinin özünü daha aşağı qiymətləndirməsindən ortaya çıxır ki, qadın işləyər, ondan daha üstün olmağa çalışar, yaxud da ki, kişidə belə bir düşüncələr yaranır ki, qadın işlədikcə daha çox şey bilməyə başlayacaq və hardasa qadın ona üstün, yəni psixoloji cəhətdən daha üstün olmağa çalışır. Kompleks yaradır. Evdar xanım evin içində ev problemləri ilə məşğul olur. Özünə ayrılmağa demək olar ki, vaxtı çox az qalır. Biz bunu görürük real şəraitdə. İşləyən xanım isə daha çox yenilikləri görür. Özünə daha çox vaxt ayırmağa başlayır. Cəmiyyətə çıxdığı üçün özünə diqqət ayırır. Bu isə ətrafdan daha xoş qarşılanır. Xanımın bildirdiyi kimi biz uşağımızı düzgün tərbiyə eləmək üçün biz cəmiyyətdə daha çox olmalıyıq, yenilikləri öyrənməliyik. Bunlar hamısı nəyə təsir eləyir? Bir qadının düzgün inkişaf eləməsinə. Demirəm, evdar xanımlar da öz üzərində işləyir və inkişaf eləyirlər. Amma işləyən xanımlar daha çox bir addım hardasa öndə olurlar həmin xanımlardan. Çox gözəl. Bəbir, əgər Ülviyə xanım zamanının çox hissəsini daha doğrusu işinə sərf eləsə, yəni evdə az olsa, ev işlərindən az məşğul olsa, buna reaksiya necə olar? Yox, elə bir balans yaratmışıq ki, biz əvvəlcədəki işlərimizi də ailəmizə qatmayaq, ailəmizi işlərimizə qatmayaq. Amma bizdə elə bir şey var ki, ikimiz də eyni sənət sahibi olduğumuz üçün, özdə musiqiçi olduğumuz üçün, yəni evdə də işləyə bilirik. Studiyada işləyə bilirik, bəs belə. Bəs düşünmürsünüz ki, hər zaman bir yerdə olmaq, həm evdə, həm işdə bezginlik yarada bilər? Yox, hər zaman bir yerdə də olmuruq axı, o da var. Mən studiyada oluram deyil, səhərdən axşama qədər və yaxud da belə elə. Təbii ki, sevgi olur, gənclər bir-birini sevir, aşıq olur, sonra ailə həyatı qurur və mübahisələr də olur, yəni bu qaçınılmazdır. Və sizin aranızda bu vaxtdakı mübahisələr olub və hansı məqam üstündə daha çox mübahisə edirsiniz? Yəqin ki, ən çox mübahisələr musiqi bəstələri yaranır. Bir dəfə olub, bir not üstündə. Aha, bir not üstündə mübahisə. Hətta görürsünüz, notlar da mübahisə yaradır. Amma yəni ki, siz necədir? Biz əgər bir-birimizi olduğu kimi qəbul etmişik, olduğu kimi sevmişik və ailə həyatı qurmağına razılıq vermişik. Yəni ki, bundan sonra yəqin ki, bir problem olmaz. Bəzən görürük ki, bax, məsəl üçün bir bəy qarşı seçdiyi xanımın yaxşı karyerası olduğunu bilir və onunla ailə qurur da ondan sonra daha sonra onun karyerasının yolunu kəsir. Bu nədən irəli gəlir? Daha çox qısqancından deyək, nədən deyək? Əslində, bu çox aktual bir məsələdir. Kişilər bizə daha çox avtoritetli kişilər elədiyi üçün kişilər evləndən sonra qadınları işləməyə qoymurlar. Bu nə deməkdir? Demək ki, həmin kişi düzgün qadın seçməyib. Əslində o düzgün qadın seçmiş olsaydı, onu bütün həyatı ilə, bütün həyat tərzi ilə qəbul eləmiş olardı. Amma əgər mən həmin insanla ailə qurduqdan sonra onu istədiklərindən, onu əldə etdiklərindən, çatdığı nailiyyətlərdən uzaqlaşdırıramsa, bu deməkdir ki, mən
beynimdə tutduğum insanı yaratmağa çalışıram. Beynimdə tutduğum qadını yaratmağa çalışıram və onu mən təsəvvür edirəm ki, o işləməsin, o evdə otursun, evdar xanımlıq eləsin, amma sevdiyim qadın hansı qadındır? İş xanımıdır. İşləyir, karyerası var. Bu zaman təzad yaranır. Kişi öz avtoritetliyindən istifadə edərək evlilikdən sonra artıq başlayır bu cür problemlər yaratmağa. Əslində inanırsınız ki, kişi həmin o beyində yaratdığı qadına çevirdiyində o qadına heç artıq ona baxmaq istəməz. Bəli. Çünki bu dəqiqdir. Bəli, o sevir o işləyən qadını, onu öz idealındakı qadını yox. Ona elə gəlir ki, əslində o idealındakı qadın, onun xoşuna gələn qadındır, amma ona çevriləndə artıq heç ona baxmaz. Artıq marağı itir, bəli. Bəli. Bəs mənə maraqlıdır. Ümumiyyətlə hansı yaşda gənclər, qızlar və oğlanlar artıq evliliyə özünü hazır hiss etməlidir? Əslində bir qız təhsil almırsa, işi yoxdursa, heç bir işlə məşğul olmursa, bütün günü evdə vaxtını keçirirsə, bu qızın depressiyaya düşməsi, yaxud da ətrafdakıların buna evlənməyə təşviq etməsi mümkündür. Nəyə görə? Çünki bütün günü bekar oturan insan ətrafında ağlına gəlir ki, bu mütləq ailə qurmalıdır. Amma əgər həmin qız təhsil alırsa, işləyirsə, bu artıq heç bir yaş burada önəmli rol oynamır. Mən daha bir sual ünvanlamaq istəyərdim. Bu yaxınlarda mən yolla gedərkən radio dinləyirdim və bu zaman bir DJ belə bir sual ünvanladı dinləyicilərə ki, bəs hansı peşənin sahibi ilə ailə qurmalısınız, ailə həyatı qurmalısınız? Mənə maraqlıdır. Çətin sualdır Fariz məncə. Heç bu haqda düşünmürsünüz? Əslində belə bir statistika var ki, daha çox kimlərlə ailə qurmaq çətindir. Statistikada birinci gəlir deməli həkimlər, psixoloqlar, daha sonra maliyyəçilər. Ən çətin psixoloqlar deyərdim. Çünki onlar insan psixologiyasını tam dərin şəkildə bilir ona görə. Çünki əslində bu statistika burada çox çətin. Biri vaxtına görə, indi bunu araşdırmaq lazımdır. Biri vaxtına görə, digəri tutan ki öz klientləri, pasiyentlərin daha çox olduğuna görə və s. vaxtın ailəsini çox ayıra bilmədiyinə görə, digər psixoloqları götürdükdə ailədə həddən çox həssas olduqlarına görə və s. Ən yaxşı peşələrdir özdə. Yəni xalqa lazım olan həkimlikdir, psixoloqdur. Hamıya daha çox lazım olan peşələrdir və ailəyə daha az vaxt ayrılır. Və bir sizin fikrinizdə alaq, hansı peşənin sahibi olan xanımla ailə həyatı qurmaq istəməzsiniz? Xanım düz vurğuladı elə. Düzdür, həkimlər, psixoloqlar sizə razısınız? Çətin peşələrdir. Daha çox, yəni ailəsinə ən çox cəmiyyətə lazım olan insanlar biraz çətin olur mənim düşündüm. Çünki o elə bir peşədir ki, orada saat da yoxdur, orada müəyyən bir limit də yoxdur. Həkimdir, bir xəstə olursa getməyə lazımdır, məsəl üçün, müalicə eləməyə lazımdır və s. Belə bir sual verim, ümumiyyətlə ailədə lider kim olmalıdır? Nəzərə alsaq ki, qadın və kişi hüquqları bərabərdir. Bu xanım desin. Ben deyim. Aha. Burada görünür ki, ailədə liderlər bir xanım öz bəyinə müraciət etdi. Bəy isə centilmenlik etdi və dedi ki, qoy xanım cavab versin. Buyurun. Biliriz, lider əlbəttə ki, ailənin başçısı əkscəs, yəni ki, kişi olmalıdır. Bəbir bəydir bizdə ailənin başçısı, liderimiz. Sadəcə olaraq, əgər xanım ağıllı qadındırsa və düzgün məsləhət görürsə, məncə, söhbət məndən getmir. Mən ümumiyyətlə deyirəm, əgər lider kişi olsa belə, xanımın düzgün məsləhət yaparsa, ağıllı qadının məsləhətini məncə qulaq asmaq. Bəli, çox zamanda elə xanımlar deyirlər ki, elə bizim evin lideri mənim həyat yoldaşımdır, kişidir, amma onlar öz istəklərini öz şirin dilləri ilə çox gözəl şəkildə döndürərək öz istəklərini yerinə yetirə bilirlər. O ailə daha gözəl olur ki, orada hər hansı bir tərəf daha çox kişinin üstünlük deyəndə avtoritetliyin daha çox olması. Qadın bir balaca demirik, zəif yox, zərif məxluqdur. O həmişə istəyir ki, onun dayağı olsun, köməyi olsun. Kişinin daha çox güclü olması. Qadınlar nəyə görə güclü kişilərə meyilli olurlar? Çünki onlara həmişə çətin bir anda da onlara dayana biləcək bir kişi lazımdır mütləq ailədə. Ona görə də kişinin ailədə bir balaca ağırlıq təşkil etməsi vacib. Elə bu xüsusiyyətlər məhz Azərbaycan ailələrində xas olan xüsusiyyətlərdir. Amma itirilməyində heç vaxt mən məsləhət görmədim. Qadınlar da öz gizlin istədikləri şeydən nail ola bilirlər məncə. Biz burada söhbət edirik, amma bizi gözləyən təbii ki, rubrikalar var. Onlardan biri hal-hazırda sıradadır. Gəlin Maq xəbər rubrikasını izləyək və gənclərimizdən xəbər tutaq. Baxaq. Maqlar artıq çoxdan böyük maraqla gözlənilən Qız Qalası festivalı start götürüb. Amma əgər hələ də burada iştirak eləməmsinizsə narahat olmayın. Çünki biz elə ən maraqlı məqamları sizə çatdırmaq üçün buradayıq.
rəssam Barbara Şəkixan Sarayında olmasa da öz əsərində Şəkixan Sarayını əks etdirib. It's very nice festival. Çox gözəl festivaldır. Bu festivalın bir hissəsi olduğum üçün çox xoşbəxtəm. Mən abstrakt rəsm işləmişəm. Burada eşitdiyim, hiss etdiyim musiqinin rənglərini canlandırmağa çalışmışam. Hər kəs öz hekayəsini müxtəlif yolla çatdırır. Mən də burada müxtəlif pəncərələrdə öz dünyamı əks etdirmişəm. Bakının küləklər şəhəri olmasa Tunisli rəssamın da gözündən qaçmayıb. Senegallı nümayəndənin çəkdiyi rəsm isə marağımızı çox cəlb elədi. Belə ki, o rəsm üzərində hər kəsdən Bye Bye Baby yazmasını xahiş eləyir. Elə səbəbini isə özündən soruşacağıq. Emma Till 1955-ci ildə Mississippidə şəhərdə gəzən bir qadına bu sözü deyir. Bye bye baby, bye bye. Emma qaradərli, qadın isə ağ olduğu üçün cavan oğlan qadının əri və qardaşı tərəfindən öldürülür. Bu dəhşətli hekayədir. Mən də bu əsərimlə irqçiliyə, bu cür cinayətlərə diqqət çəkməyə çalışmışam. Only know you've been high when you're feeling low. Only hate the road when you're missing home. Festivaldakı rəsmlər yalnız Qız Qalası maketi üzərində deyil, həm də Ceyran maketləri üzərində işlənilir. Albaniyalı rəssamın əl işi isə buradakı ən çətin və maraqlı əl işlərindən biridir. Azərbaycanlı rəssamımızın fikrincə maral dedikdə ağla ilk qadın gəlir. Elə o da bu əsərində Azərbaycan qadının gözəlliyini və zərifliyini əks etdirməyə çalışıb. Misirli nümayəndənin əl işi də diqqətimizi çəkdi. Belə ki, öz əsərində ancaq köhnə kağızlardan istifadə edib. Əvvəlki illərdən fərqli olaraq bu il ilk dəfə həm də 3D rəsmlər işlənilir. Bəli, Xəbər rubrikasında izlədik, gəncliyimizdə baş verənlər, yeniliklərlə də tanış olduq. İndi isə söhbətimizə davam etmək istəyərdim. Lara xanım, biz burada müzakirə elədik ki, qadın və kişi hüquqlarının bərabərliyindən, evdə liderin kim olmasından. Mənə maraqlıdır, bəs qadın kişini necə idarə eləməlidir ki, gizlin şəkildə kişi bunu hiss eləməsin? Əslində biz kişi dedikdə ilk növbədə nəyə nəzərə almalıyıq? Kişi əmr olunmağı, yol göstərilməyi, yaxud da ki, mən səndən daha ağıllıyam deməyi sevmir. Kişiləri idarə etmək üçün çox incə bir xət var ki, biz kişilərə sadəcə olaraq bu fikir onun fikriymiş kimi bildirməliyik. Onu həmişə tərifləməliyik. Hansı kişi qadını daha çox sevir, hansı ki, qadın onu daha çox tərifləyir. Qadın ona hər dəfə güclü olduğunu, hər şeyi bacara biləcəyini göstərir. Yəni fiziki cəhətdən demirik, hər hansı bir tutan ki, iradəsində zəiflik olan kişilər də varsa da, qadınlar bunu çox gözəl bir, uğurlu, nailiyyətli bir kişiyə çevirə bilirlər. Necə? Onu tərifləməklə, onun gücünü ona göstərməklə, sən güclüsən, sən bacararsan, sən bu işi eləyə bilərsən. Kişi bundan motivasiyalı, stimula, bəli. Yəni bir qadın əgər ərini, həyat yoldaşını, sevdiyi insanı yola gətirmək istəyirsə, onu idarə etmək biraz düzgün çıxmır, yola gətirmək istəyirsə, mütləq bunlardan istifadə etməlidir. Bu da manipulyasiya növlərindən biridir. Hansı ki, tərif eləmək, onu mehriban danışmaq, sevdiyi yeməkləri ona təqdim etmək, onun üçün gözəl mühit yaratmaq və ən
ən əsası kişilərin sevdiyi mehribançılıq. Bəs Ülviyə bu üsullardan istifadə Hanımların edir. sirlərini açırlar. Artıq bütün kişilər bunlardan xəbərdar oldular. Yaxşı, əksini soruşaq. Kişilər xanımları necə idarə eləməlidir ki, onlar bunu hiss eləməsin? Belə deyək də, bir də görürsünüz ki, emosional olur kişilər, əllərini stolun üstünə vururlar, daha çılğın şəkildə öz hökmranlığını göstərmək istəyirlər də. Başqa üsullar varmı, yoxsa yox? Əslində bir xanımı idarə etmək üçün bayaq dedim, kişi dedikdə biz nə sərt, sözünü düzgün deyə bilən, bir dəfə sözünü məntiqli və sözünü desin və sözündən dönməsin. Biz bu kişiləri daha çox sevirik. Dünyanın hər bir yerində belədir. Qadınların meyli bu kişilərə daha çoxdur. Güc göstərən kişilər qadınlar tərəfindən daha çox bəyənilir. Biz demirik, bu aqressivlik göstərməmək, həddən çox zorakılıq tətbiq eləməmək, amma kişinin sözünün bütövlüyü, kişinin ailədə hegemonluğu və necə deyim, bir problem olanda problemi özünün ələ alması bu artıq qadına daha çox bəyənilir. Qadın bunu daha çox sevir. Qadın tərəfindən bu daha çox xoşa gələn olur. Gəlin baxaq kişilərə. Gözəl, görkəmli kişilərdir, amma qadınlar onlara meyil eləmir. Nəyə görə? Çünki kişinin xarakteri qadını daha çox cəlb eləyir, nəinki onun görünüşü. Görünüş bir müddətdir, amma kişi qadını idarə etmək istəyirsə, mehriban davranmalıdır bu söz. Amma ona nəyisə xahiş eləmək, sözü bir dəfə deməklə, xanımın istəklərini, arzularını hər dəfə yerinə yetirməməklə qadını idarə eləyə bilər. Çünki bir kişi qadının hər bir istəyini, arzusunu yerinə getirəndə artıq qadında həmin kişiyə qarşı maraq qalmır. Amma bu hər kişiyə xas olan xüsusiyyət deyil. Yəni hər kişi belə incə, yəni siz dediyiniz şəkildə davranmır xanımlar. Əgər idarə etmək istəyirsə xanımını, artıq bundan istifadə etmək. Çünki baxın, əslində manipulyasiya qəbul olunan bir şey deyil. Bilirik manipulyasiya nədir? Yəni bir insanın zəif nöqtəsini tutmaq və ona təsir etmək. Bir xanıma tərif etmək vacibdir. Biz xanıma tərif etməliyik ki, onu necə ki bəxtim kişiyə, onu ruhlandıra bilək. Amma bir qadını idarə etmək üçün yenə deyirəm, kişi özünü zəif göstərməməlidir. Kişi qadının hər istədiyini eləməməlidir. Bu zaman qadın kişiyə bəlkə elə gələ bilər ki, qadın onu sevir, daha çox bəyənir. Xeyr. Onun hər istədiyini eləyən kişini də qadın bəyənmir. Mən biraz tam razı ola bilmirəm. Mən düşünürəm ki, mən təklif edirəm ümumiyyətlə gənc ailələrə, ümumiyyətlə ailələrə, bir-birlərini sevən şəxslərə ki, çalışmasınlar bir-birlərini idarə etsinlər. Nəyə görə qadın bir plan qursun ki, mən planımı idarə eləyim, hansısa bir biclik yolu ilə istəyimə çatım və ya ki, kişi xanımın hansı bir istəyi varsa onu mən etməyim ki, idarə eləyim, yəni ki, sözüm keçərli olsun. Yox, əgər bunlar bir-birlərini sevirlərsə, bir-birlərinin istəklərini həyata keçirdirlər və bundan xoşbəxtdirlər. Bir-birini kimsə istəyinin qarşısına bir X qoyursa, krest qoyursa, yəni ki, əksinə həmin insanı sındıra da bilər. Həmin insanı həvəsdən də sala bilər, ruhunu öldürə də bilər, qanadını da qıra bilər. Ortada səmimiyyət itir. Mənim fikrimcə, idarəçilik anlamı gələndə, idarəçilik deyəndə ki, yəni, o deyil ki, manipulyasiya xanım düzdür, o deyil ki, mən qabağıma qoyum missiya kimi ki, mən xanımı idarə eləməliyəm. Xanım özünü idarə eləyirsə, mən ona niyə müdaxilə eləyim? Əgər mən seçdiyim insan özünü idarə eləyə bir insandırsa, təbii ki, mən ona görə onu seçmişəm. Ondan sonra mənə lazım deyil ki, durum o hər işlə qarışım. Mən bilirəm, o insan öz işlərini necə idarə eləyir. Mən artıq onu görüb bilmişəm. Yəni, üzr istəyirəm xanım, bu başqa cür sizə, yəni, belə deyim də, əks gedən bir şey deyil. Yəqin, bəlkə o daha bir-birini bəyənən insanlara da aid ola bilər və yaxud da ümumiyyətlə bir-birini anlaya bilməyən insanlara da aid ola bilər. İdarəçilik anlamı mənim fikrimcə o ola bilər işdə. İşdə öz işçilərim var, onlar mənə tabi edilər. Mən onlara tapşırıq verirəm, onları eləmədilər. Bəli, ailədə də elə bir şey olur ki, məsəl üçün, xanımdan müəyyən şey istəyirsən, xanım da öz bəyindən müəyyən şey istəyə bilər, onları yerinə yetirmək lazım. Amma idarəçilik qeyri-səmimiyyətdir. Həqiqətən də elədir. Əlavəsi var, Alay xanım, buyurun. Ona görə mən bayaq vurğuladım ki, bu manipulyasiya qəbul olunmaz bir şeydir. Çünki manipulyasiya bitdikdən sonra münasibətlər nifrətə çevrilir. Çünki insan ayılır, bəli. Ona görə manipulyasiya, düzgün vurğuladınız ki, bu biznes sahələrində, siyasi sahələrdə manipulyasiyadan daha
daha çox istifadə olunur uğur nəticə əldə etmək üçün. Amma ailələrdə hər şeyin təbii olması daha yaxşıdır. Amma başqa bir tərəfdə var ki, bütün ailələr də ideal deyil. Elə ailələr var ki, bundan istifadə etməyə artıq belə götürək ki, məcburdular. Milyonlarla müxtəlif problemləri olan ailələr var ki, hansı ki, bəlkə də bunun düzəlməsinə bundan istifadə etmək onlara doğru görünür. Layıqan bir aqressivlikdən danışdınız. Belə deyək, gənc ailələrdə ən çox problemlər olur. Bir də görürsünüz, gərgin iş gününün sonunda həmin iş gününün yorğunluğunu bir-birinin üstünə atırlar. Yəni həmin işin əsəbini evə gətirmək düzdür yoxsa yox? Və yaxud necə qarşısını almaq lazımdır, öz əsəbi içində soyulmaq? Əslində işin problemini evə gətirmək bu deməkdir ki, bütün ailəyə problem yaratmaq. Bu yaxınlarda maraqlı bir şəkil gördüm. Ata işdə əsəbləşir, gəlir ananın üzərinə qışqırır, ana əsəbləşir övladın, övlad əsəbləşir evdə olan yaxud heyvanın kuklalarını sındırır və s. və ilaxır. Görürsünüz, aqressiya bir ailədən digər üzvlərə yoluxmağa başlayır. Əslində işdə olan problemi ailəyə gətirmək işdə düzgün deyil. Bunun qarşısını almaq üçün mütləq biz fiziki işlə məşğul olmalıyıq. Fiziki iş deyəndə burada idmanı nəzərdə tuta bilərik, gün ərzində gəzməyi nəzərdə tuta bilərik ki, bu bizim bədənimizə əgər aqressiv işlə məşğulluqsa, əgər bizi gərginlik yaradan bir işlə məşğulluqsa, mütləq biz bu bədənimizdən bu enerjini çıxartmaq üçün nəyinəsə məşğul olmaq. Ən gözəl, əgər imkanımız, vaxtımız varsa üzgüçülüyə getmək, üzgüçülüklə məşğul olmaq daha gözəldir. Bəli, artıq efir vaxtımızın sonlanmasına çox az qalıb. Mən təşəkkür edirəm hər birinizə gəldiyiniz üçün. Oradan çox maraqlı bir söhbət alındı. Sizdən öyrəndiyimiz yeni məlumatlar oldu. Bir daha təşəkkür edirəm, uğurlar arzu edirəm hər birinizə və hər kəsə demək istəyirəm ki, karyera və ailə həqiqətən də çox qəliz məsələdir. Bu müzakirə etməklə bitirmək mümkün deyil. Amma təəssüflər olsun ki, artıq efir vaxtımız sona çatır. Bizə ayrılan vaxt elə 30 dəqiqədir və biz bunu artıq doldurduq və düşünürəm ki, səmərəli oldu. Bəli, biz ailə və karyeradan danışdıq. Sadəcə məsləhətlər verdik. Seçim isə sizin öz əlinizdədir. Bugünlük isə bu qədər. Hələlik.